sual çox maraqlı sualdır. Biraz bizdən riyazi bilik də tələb eləyir ki, bu suala düzgün cavab verə biləsən. Bəzən tələbələr burada görür ki, 8-lik say sistemi ifadəsi var və o onları çaşdıra bilir. Qətiyyən çaşdırması lazım deyil. Nə etmək lazımdır? Gördüyümüz bu sualda birinci növbədə bütün gördüyümüz dəyərləri onluq say sisteminə keçirməliyik. Bunun üçün bizim əvvəldən bildiyimiz qayda var. Qayda nədən ibarətdir? Bu formada üzərinə 0,1 yazırıq. 0,1, 0,1. İndi keçirdirik. 2 vur x üstü 1. 2 vur x üstü 1. Plus 5 vur x üstü 0. Plus 3 vur y üstü 1. Plus 4 vur y üstü 0. Bərabərdir 5 vur 8 üstü 1. Plus 5 vur 8 üstü 0. İndi 0 üstü kəmiyyətlər özünə bərabər olduğu üçün bunları silirəm ki, vaxt itkisi olmasın, məni yormasın. Bura qədər məsələni uyğunlaşdırırıq. Y x üstü 1-də x-in özünə bərabərdir. Deməli, bunları yığışdırırım. Və 0 üstü kəmiyyətlər 1-ə bərabərdir. 1 üstü kəmiyyətlər özünə bərabərdir. Heç nə. Nəticə etibarilə alıram 2x plus 3y bərabərdir. Burada 45 alınırdı. Oradan da 9'u çıxırsan 36. 36 alınmır. Bəli. İndi bizdə özümüzdən burada qatacağımız nə var? Yəni burada bir fikir formalaşmalıdır səndə. Qeyd olunub ki, x və y ardıcıl cüt say sistemlərinin əsaslarıdır. X y-dən balacadır. İndi biz nə fikirləşirik? Düşünürük ki, hər dəfəsində x y-dən balacadırsa, onda x plus 2 bərabərdir y. Niyə görə belə biz x plus 2 dedik, 1 demədik? Çünki cüt say sistemlərində 2 artım olmalıdır. Məsələn, 2-lik, 4-lük, 6-lıq, 8-lik, hər bir halda x y-dən 2 vahid az olmalıdır. Onda biz harda y görsə yerinə x plus 2 yazsaq düzgün olarmı? Olar. Onda yazırıq 2x plus 3 vurulsun x plus 2 bərabərdir 36. Oradan da 6x bərabər olacaq 30. X bərabərdir. Yox, 5x bərabərdir. 6 yox. 5x bərabərdir 30. 5x bərabərdir 30. X bərabərdir 6. Onda x 6-sı avtomatik y-də 8 olmalıdır. Düzdür? Onda x bərabərdir 6, y bərabərdir 8 isə, deməli bunların cəminə verir bizə 14. Hələ bununla da biz düzgün cavabı tapmamışıq. Çünki bizim tapdığımız bu cəm onluq say sistemi üçün keçərlidir. Həmin o 14, 16-lıq say sistemində y hərfinə bərabərdir. Hansı ki 16-lıqda A-mız 10'dur, B 11, C 12, D 13, Y 14, F isə 15'dir. Beləliklə bu sualın düzgün cavab variantı 10'luqda soruşularsa B, 16'lıqda soruşularsa C variantıdır. Hərf olaraq Y hərfi